Yəni məntəqələri necə tapırıq? Sifarişin tanınması bölməsinin gəlib çatdıq. Burada dəyişmək bölməsi var. Dəyişməyə basırıq. Təhvil çatdırılma məntəqəsinin üzərinə basırıq. Və hansı ünvanı istəyirik? Misal üçün, masa hazır. Yazır şəklində mütləq fikir verməlisiniz. Görürsən, mən iynə yazdım, çıxmadı. İynə yazdım, çıxdı. Masa hazırda olan məntəqələrimizin şəkillərini skrin edirik və qarşı tərəfə atırıq. Hansı ünvan qarşıdakı insana uyğundursa, həmin ünvanı seçib qarşı tərəfə göndəririk. Seçimi tutaq ki, 99.060 oldusa, biz davam etmək bölməsini basırıq. Dəyişmək bölməsini basırıq. Təhvil məntəqə çatdırma ünvanını basırıq. Görürsünüz. Təsdiq edin düyməsinə bastığımızda çatdırılma artıq bura gəlib çıxır. Aşağıda sifariş tanımlanı basdıqdan sonra sifariş tanımlanır.